Mayın 2-sində Konstitusiya və Suverenlik ili çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Suraxanı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyi və nəticəliliyi ilə bağlı mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrailov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Təbii Sərvətlər İdarəsinin əməkdaşları, rayon icra hakimiyyəti başçısının aparatının şöbə müdirləri və əməkdaşları, rayon icra hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon mənzil kommunal təsərrüfat birliyinin, 3 saylı xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyinin, mənzil kommunal istismar sahələrinin rəisləri və rayon gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini iştirak edib. Rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrailov tədbiri açıq elan edərək rayonun sanitar təmizliyi ilə bağlı məlumat verib və bildirib ki, Suraxanı rayonu daxil olmaqla Bakı şəhərində tullantıların toplanması və daşınması Bakı şəhər icra hakimiyyəti tərəfindən həyata keçirilir. O, həmçinin rayon mənzil kommunal təsərrüfatı birliyi tərəfindən iri qabarətli tullantıların daşınması və zərərsizləşdirilməsi üçün mütəmadi tədbirlər görüldüyünü və bu istiqamətdə işlərin daim nəzarətdə saxlanıldığını müşavirə iştirakçılarının nəzərinə çatdırıb. Fuad Cəbrailov şəhərin mərkəzi rayonlarından və digər yerlərdən müxtəlif təyinatlı tullantıların əsasən də söküntü materiallarının sutkanın qaranlıq vaxtlarında maşınlarla daşınaraq rayon ərazisinə töküldüyünü, nəticədə iri zibillik sahələrinin yarandığını da qeyd edib. Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Təbii Sərvətlər İdarəsinin məsləhətçisi Əminə Alməmmədova son illər ərzində təhlükəsiz tullantıların idarə olunması sahəsində rayon icra hakimiyyəti ilə qarşılıqlı fəaliyyət göstərərək müsbət nəticələr əldə olunduğunu, qanun pozanlara qarşı cərimələrin tətbiq edildiyini diqqətə çatdırıb. O, eyni zamanda maarifləndirici tədbirlərin mütəmadi təşkil edilməsinin vacibliyini vurğulayıb. Suraxanı rayon mənzil kommunal təsərrüfatı birliyinin rəisi Mais Məmmədov da çıxış edərək məişət, eləcə də iri qabarətli tullantıların vaxtında daşındığı 2023-cü ildən Suraxanı rayonunda tullantıların çeşidlənməsinə başlanıldığını, bu məqsədlə 7000-dən çox tullantı meydançasının tikildiyini və həmin meydançalara 4000-dən çox konteyner yerləşdirildiyini bildirib. Tədbirdə bu sahədə mövcud olan problemlər və onların həlli yolları ilə bağlı geniş müzakirələr aparılıb. Tədbir sonrası iştirakçılar Suraxanı rayonunda təşkil olunan ağac əkmə aksiyasına qatılıblar.